Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti məlumatı. Narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd edən şəxslər saxlanılmışdır. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, narkotik vasitələr, psixotrop maddələr və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində küllü miqdarda narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsinin qarşısı alınmışdır. Mart ayının 21-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığının Lənkəran Sərhəd Dəstəsinin xidməti ərazisində sərhəd naryədi tərəfindən sərhəd xəttinə yaxın ərazidə pilotsuz uçuş aparatı səsi eşidilmiş. Bir qədər sonra isə avtomobillə həmin istiqamətdə hərəkət edən 2 nəfər naməlum şəxs müşahidə olunmuşdur. Sərhəd zastavası dərhal silaha komandası ilə qaldırılmış, xidməti ərazi qapatılmışdır. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində avtomobilin hərəkəti məhdudlaşdırılmış, Abşeron rayonu Saray qəsəbə sakinləri 2000-ci il təvəllüdlü Qurbanov İlqar Nuhbalaoğlu və 1985-ci il təvəllüdlü Məhərrəmov Neymət Mallaoğlu şübhəli şəxs qismində saxlanılmışdır. Nəqliyyat vasitəsinə baxış keçirərkən ümumi çəkisi 6 kiloqram 354 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. İlkin dindirmə zamanı saxlanılan şəxslər İran İslam Respublikası ərazisindən PUA vasitəsilə atılan narkotiki götürmək məqsədi ilə gəldiklərini etiraf etmişlər. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.